tam uyğunluğu müəyyən edin. Qızılgül olmayaydı, bir də Heydər Babaya salam əsərini verib. Repressiya dövrünün eybəcərliklərini əks etdirir. Bu Qızılgül olmayaydıya aiddir. Heydər Babaya salamda belə bir şey yoxdur. Bunu yazaq. Birincisi, dəqiqə qələm aktivləşdirin. Aha, heca vəzindədir. Qızılgül olmayaydı poeması sərbəstdə yazılıb, sərbəst şeirdə yazılıb. Heydər Babaya salam poeması isə heca vəzində yazılıb. Məsnəvi şəklində qafiyələnir, yəni qoşa-qoşa qafiyələnir. Bu heç birinə aiddir. Bunu ümumiyyətlə heç bir yerə yazmayacaqsınız. Sonra, sərbəst şeir formasındadır. Dedik ki, bu Qızılgül olmayaydı aiddir. Əsər keçmişə qayıdış, xatirələr üslubunda yazılmışdır hər ikisində. Yəni, o birisində Heydər Babaya salamda Şəhriyar öz, belə deyək də, Heydər Baba dağının ətrafında keçirdiyi günləri xatırlayır. Qızılgül olmayaydı da ki, həmçinin Mikail Müşfiqlə olan xatirələri əsasında yazılmış bir əsərdir.